Dünən marketlərin birindən mərcan broiler toyuğu aldıq və qaynatdıq və qarşımıza belə bir görüntü çıxdı. Siz də əvvəllər belə mənzərə ilə qarşılaşmısınızmı? Bu nədir? Zəhmət olmasa abunə olun və videonu sona qədər izləyin. Bax, üzərində belə bir yaşıl rəngdimi deyim, sarı da deyil heç. Bu öz ətidir, görürsünüz. Bax, belə bir şey yaranıb. Bu nə ola bilər yəni? Bu kənd toyuğu deyil ki, deyəm ki, yağ olsun. Belə bir şey yaranıb üzərində. Qaynatdıqca yaşıl təbəqə əmələ gəlir ətin üzərində. Bunun tarixi keçməyib, amma buna baxmayaraq içərisi bizi qane eləmədi və buraxıram şərhlərdə sizə. Bəs bu üzərində yaranan yaşıl təbəqə nədir? Sarı da deyil, yaşıl. Bilmirik. Tarixi təzə idi. Yəni buraxılma, tarixi saxlanma. Bu sümüyün üzərində bax belə bir şey yaranıb. Kimin başına gəlib bu?